İndi gəlirik nəyə? How long konusuna. Bundan əvvəl, yəni fiillər bizdə çox idi. Bima Ünlü Bakanlıq deydi bizə, innəmə bizdə dedi, sən kitabdan gətirirəm. Vuqaqda ikinci təmrini də sildi məndən kitabda. Əski kitaba baxsaq, burada ikinci təmrini vardı. Onu qalxdı nə etdi? Sildi. Tamam? Nə oldu? İki qaidədə biz present perfect simple kullanardıq. İki qaidəsində o fiil getdi. Mənasına qaldı, bizdə bir tək qaldı. Gəlirik. How long? Əvvələn, bima ön how long naqsı cəmiyyətdəndir, WH question cəmiyyətindəndir. How? How long naqsı cəmiyyətdəndir, WH question cəmiyyətindəndir. Gəlirik. İndi iki qaidə vardı. Mən bu iki qaidədən birisini kullandım. Ya present perfect simple kullandım, ya da present perfect continuous kullandım. İndi məzəmədə baxsağız, bu soru şəkli, məzəmədəki soru şəkli çox uzundur. Bəs mən indi qısaltmasını deyərəm sizə, hardan biləsən? Çox basitdir. How long'dan biləsən. How long'u zaten özü verər sənə. Sualda how long'u özü verər sənə. Buradan biləsən nədir? Naqsı konusunda present perfect continuous konusudur. Qazdım how long konusudur. Tamam? Nəyi verər sənə? How long. Gəlirik. Present perfect simple qaidəsində nə şəklindən naqsı şəkli kullanırıq? WH question'ı kullanırıq. Yəni how long zaidən has, bir də have, zaidən özünə, zaidən nə? Past participle. Tamam? Present perfect continuous'da WH question'ını kullanırıq, amma faqat nəyi? How long. Məsələn, nanca, how long, nə qədər. Tamam? How long yəni nə qədər bizdən istəyir. How long zaidən has, have, zaidən özünə, zaidən being, zaidən fiilini alır bizdə, ing alır bizdə. Tamam? Fiilini alır bizdə ing. Məndə iki not vardı. İndi baxın, bu qaidələri necə səhl edər məndə? Əvvələn, İsra bax bura. Birinci not nədir mənə? Dir özünə, hep, you olur. Yəni özünə, bax, indi özünə məndə daimən nədir? Özünə. İndi bu özünə daimən məndə nədir? Bitti. Özünə daimən məndə nədir? You'dur. Eydir? Bima ünlü burada özünə you'dur. Mən daha ihtiyacım olur həs kullanım? Yəni ihtiyacım olmaz daha həs kullanım. Faqat bu qaidədir. İndi gəlirik buna da. Çünki burada da özünəni öz verib mənə. Mənə, yəni hər ikisində özünə you olur, ha? Yox bəs bunda. Hər ikisində. Yəni burada da özünə you olur, orada da özünə you olur. Tamam? İndi sildik özü. Gördün? Özünə nə olur dedik? You olur. Biləm, özünə you olduysa, mən ihtiyacım olur daha şey kullanım. Adı nədir? Has? Yox. Baxın, hər ikisində də qaidə how long have you? How long have you? Hər ikisində də. Yəni sən indi, məsələn, indi buna başlasan, tamam? Buna başlasan, hələ bir şey bilmirsən sən. Nə deyəsən? How long? Long have you? Bu rəkimin tamamdır bizdə. Hər ikisində də, yəni present perfect simple olduysa, present perfect continuous olsa 2 dərəcə var özünə. İndi bir dərəcə aldı. Bax, harada gələr məndə bu? İkinci sual eydə. İkinci sual eydə. Tamam. Mən ha zaman present perfect continuous'u kullanıram, ha zaman mən present perfect simple'ı kullanıram. Bax. Now. Əgər cümlədə bu fiil, yəni fiil now gəlirsə present perfect simple kullanırız. Yəni now fiili gəldiysə məndə cümlənin içində, o da bir cümləmiz vardı present perfect simple'dır. Qalan hepsi continuous. Niçin? Çünki yoxdur, ayrı fiil gəlməyib məndə. Bundan əvvəl ayrı fiillər də yazırdıq, deyirdik, nə olacaq xarici gəlsin. İndi xarici ehtimal, bəzi o bir təkdir. İndi xarici ehtimalı qalmadı gəlsin. Bima onun xarici ehtimalı qalmadı gəlsin, neçə fiilə düşdü? 2 dənəyə. 2 dənəyə düşəndə özləri də qalxılar ikinci kitabdan, əski kitabdan ikinci nöqtanı sildilər. O da present perfect simple idi. Bir cümlə qaldı məndə present perfect simple'da. O da faqat now. Qalan hepsi continuous'dır. Tamam? İndi mən gəldim. Məsələn, burada cümləni oxudum. Tabii özü uzun bir siğa verər sənə how long siğasını. Özü başı ağırtma. Cümlədə görməklə how long mənası hansı konudur məndə? How long konusudur. İndi mən burada sənə deyirəm. Sənə deyirəm how long learn Japanese. Tamam? Mən indi onu soruram səndən. Bu cümlə məndə present perfect simple'dan həll edərəm özün, yoxsa continuous'dan həll edərəm özün? Continuous'dan. Niçin? Çünki fiil now gəlməyib məndə. Bax, nədir mənə? How long have you? İndi gətirdim. How long have you? Nədir mənə? Been, zaidən, nə edim? ing əkliyim fiilə. Been, aynən öz-özümdən gətirirəm, yazarım. Been,
Öz-özümdən yox, yəni qaidənindir. Been yazarım. Ondan sonra giderəm fi'lə nə eklərəm? ing. Learn nə olur? Tamam? Learning. İsimdir məndə Japanese ən axırı. Ən əxirdə də soru işarəti yadınızdan çıxmasın ha. Ən əxirdə soru işarəti yadınızdan çıxmasın. Niçin? Çünki öz zaten soru şəklidir. Neydi? How long sual sorsan. Zaten öz də verir sənə görsən. İndi bax, gəlağım üçüncüyə. Did you meet somebody who is a writer? You ask, how long write? Bax, burada nedir sənə? How long have you been learning Japanese? Dirindən zadı sən ne zamanlandı sən yabanda alışsan? Yəni bir vaxt istəyirsən, sual sorsan. Ha zamanlandı? Gördün? İndi gələk burada. How long? Endirdim özün. Dedik özünə daimən nədir? Yudur. Bir mən özünə daimən yudur. Nə alır bizdə? Özünə dedik nədir? You. Tamam. Daha. İndi gələn present perfect continuous'dan həll edərəm onu yoxsa simple'dan həll edərəm özün? Simple. Yəni pardon continuous. Tamam. Niçin? Çünki right verib mənə. Fiil. Now dög hətta simple kullanım. Nəyi kullanıq? 2, 3. 2 silinib kitabdan 3 var indi. Right. Right nə olur məndə? Writing. Tamam. Yəni burada yazarım right. Bu qalar yoxsa siləm özünü? Siləm özünü. Right. Writing. Pardon. Bax. You been writing. Bunu dedik ne derik? Sildik. Fiilen eklerik ing. Eydi? Tamam. Kaide how long have you been? Fiil ne aldı bende? ing. Tamam. Vaضح oldu? Kitapta fakat buncadı. Aynı bir misal vardı. 2 dənədir, aynen. Ha 7 dənədir. Özü 7 dənədir, 6 dənədir. Orada bir dənə də silinib, mən də sildim özüm. Tamam? Tamam. İndi gəlirik buna. Aynen dənəmə nədir? You ask how long? No. Bam. Tamam. Bax, görsən, bu mənzəmədə bu nədir? Burada ikinci idi, sildim özüm. İndi gəlirəm. How long? Başlaram yazaram how long. How long qaidəsidir. Mən də gördüm how long. Yazdım. Özünə nədir məndə? You. Yəni indi mən bir mən özünə you'da have, məndə mənasına kullanıram have. You. Tamam? Fiil nə olur məndə? Fiil məndə nədir? No. Tamam, mən indi present perfect continuous kullanıram yoxsa simple kullanıram? Simple mənası mən o fiili no past participle edərəm özün. Nə olur məndə? No. Tamam? Orada kitabda da əkləyib here. Bəs siz bunu yazmasanız, yazmasanız inanmam dərəcəsinin, bəs siz yazın. Anlaşıldı? 5-ciyə gələk. 5-ci aynən sual veribdi mənə, mən yazmadım özün, İsa'yı qoydum siz üçün. Kitabda zaten var yanımızda. Did you ask, how long? Wait. Tamam. Burada dir, I am sorry, yəni ihtizar edilir səndən. Tamam. Dir, kusura baxma, çox bəklətdim səni. Dir, özür dilerim, kusura baxma, çox bəklətdim səni. Tamam. Tercüməsini deyirəm sana burada. Did you ask how long wait? İndi sor arkadaşından. Deyir, ha zamanlandı bəkirsən məni. Tamam. Mənası arkadaşı indi də durubdu. Baxınız biz ing əklərik. Mənası continuous, istimrar edən bir şeydir. Gəlirik. How long? Tamam. How long have you been? Niçin continuous istihdam ettik? Çünkü fiil wait'ti. Now gelmeyip hatta simple istihdam edin. Been waiting. Neydi? Soru işareti. Bak bir kere ing ekledik. Tamam. Çünkü istimrar eden fiildi. Məqayyət olun ha. 6. yazılı burada. Tamam 6. da ha. Bir fiil daha vardı. Bir cümle daha vardı məndə. Example'dır. Aynen yukarıda bakın malzemede aynendir. Ata bak burada bu kitap alıştırması da özü həll edibdi. Aynen burada da bunu niye edibdi? Bu 6'yı da 6'yı da niye 7'cini harda veribdi bize? Axirdə, ən axirdə veribdi bize. Ən axir nədir məndə? Müraciədir. Ən axir nədir? Müraciədir. Bu cümləni aynen verib. Bu cümlə qərib deyil ki bizə. Biz bu cümlə bir kez qəribdir bizə. Niçin?
Biz bakın dikkat elavun burada. Bu 7. noktaya bir kez dikkat elavun. Nedir bize? Tamam bundan evvel hiç getirmeyiptiler özünü. Bak, ama biz gene de hal edək, noça gətirsinlər özünü. Bir mən özləri deyirlər kitabdan çıxmırıq. Tamam bu parçalanıbdır. Tamam bizde indi burada 4. noktaya kimin 4. noktaya kimin konunun içindədir. 6 ilə 7, yəni qasım indi 5-dən 7, 6 ilə 7 bizdə kitabın ən əxirinə atıblar özünü. Və ələsiz müraciə edəğin konuları. Orada ne veribdi mənə? Bu sual veribdi mənə. Aynen burada cümle uzun bir cümle verib mənə, siğa verib mənə. Ondan sonra deyir, how long she study. Bəs diqqət elə. Bunlarda özünəni özü verdi mənə. Özü vermədi mənə, tamam? Bəs burada özünəni verib mənə. Özünəni verib mənə she. Özünəni she veribsə mənə, mən nə kullanıram? Aferin, has. Gördü? Bak burada istir şaşırtsın seni. Bu 7. noktaya dikkat edelim. Aynen adresin how long. Tamam. How long. Bima önüne özne she'di məndə. Gerek kim ne yazın burada? Has. She. Study. Bilmem indi study. Ne o fiilidir məndə? Yok. Manasına kullanılan. Present perfect. Continuous. How long has she been? Aynen. Been fiilini alır məndə ing. Study ne olur məndə? Studying. Anlaşıldı? Ha, hangi xidədə ne deyirik? Soru işareti yadımızdan çıxmaz. Studying it. Öz zaten kitapta da verib sənə studying it. Tamam? Öz verib sənə. Sen bura kadar yazdıysa özü studying'e kadar kamil derecende alasın. Vadıh oldu? Bir şey vardı anlaşılmayan?